İngilis dilində much və many fərqləri. Many sayılan isimlərlə işlənir. Yəni bir-bir saya bildiyimiz şeylərlə istifadə olunur. Məsələn, many books, kitablar, çox kitab daha doğrusu. Və ya deyir ki, çox tələbə, many students. Sonra deyə bilərik ki, çox maşın, many cars. Çox maşın. Məsələn, cümlə qururuq, deyirik ki, mənim çox dostum var. I have, mənim var. I have many friends. Many friends. Mənim çox dostum var. Much isə sayılmayan isimlərlə işlənir. Yəni, bir-bir saya bilmədiyimiz şeylərlə istifadə olunur. Məsələn, deyirik ki, much water, much water, water, su, çox su və yaxud much money, çox pul. Və ya deyək ki, much time, çox vaxt, çox zaman, time. Sadə bir cümlə quraq, deyirik ki, mənim çox pulum yoxdur. I don't have. Mənim yoxumdur. Nə yoxumdur? Çox pulum yoxdur. Much money. Much money. Mənim çox pulum yoxdur. Müsbət cümlələrdə much əvəzinə daha çox a lot of istifadə edilir. Məsələn, deyirik ki, I have a lot of money. A lot of money. Yəni, mənim çox pulum var. Və yaxud deyirik ki, she has a lot of time. Onun çox vaxtı var. Bu qədər. Qısaca yadda saxlamaq olar ki, much sayıla bilən, many sayıla bilən isimlərlə işlənir. Much isə sayılmayan isimlərlə işlənir.